Salam, hər birinizin yeni izah videosuna xoş gördük. Bugünkü izahımız Güvən 2025 dim deyirəm, hələ dimə ağzım öyrəş. Güvən 2025 test toplusundan 10.1 məhlullar, həll olma, əmsallı həll olma təsir edən amillərdən qalan sualların izahına baxacağıq. İlk sual burada 14-cü sualdır. Deməli, 14-cü sualda nə verib? Deyir ki, mis-2 sulfatın həll olma əmsalının temperaturdan asılıq qrafiki verilmişdir. 700 qram doymuş mis-2 sulfat məhlulu 100 dərəcə Selsidən 60 dərəcəyə qədər soyudulduqda neçə qram çəkir? İndi həqiqətən də mis-2 sulfatın həll olması bu temperaturlarda bu qədərdirmi? Təbii ki, mən onları bilmirəm. Yəni, bunun üçün cədvəllərə baxmaq lazımdır və yaxud da real olaraq yoxlamaq lazımdır. Sadəcə burada izahlarda verilən rəqəmlərlə bu suallar necə həll olunur, biz buna baxırıq. Yaxşı. Gəldik məsələmizə. Deməli, temperatur 700 qram doymuş mis-2 sulfat məhlulu 100 dərəcə Selsidən 600 dərəcə Selsiyə qədər soyudulduqda neçə qram duz çökər? Baxın, burada bu KH-ları siz oxumağı bacarmalısınız. 60 dərəcədə bunun doymuş məhlulunun KH-ı 280-dir. Bu nə deməkdir? Bu deməkdir ki, 60 dərəcə Selsidə mis-2 sulfat 1000 milli 1000 qram suda, biraz bu tərəfdən yazaq. Hələ mən məsələni həll eləməkdən daha çox qrafik oxuyuram. 60 dərəcə Selsidə 1000 qram suda 280 qram ən çox maksimum həll olur və 1280 qram doymuş məhlul yaranır. Bu həmişə belə olacaq. Yəni, məsələn, qrafikə görə 100 dərəcə Selsidə 1000 qram suda, suyu həmişə 1000 qram deyirik. KH-ı həll olan kimi qəbul edirik. 400 qram həll olma. Bunların ikisini də toplayırıq, deyirik 1400 qram doymuş məhlul var. İndi burada məsələ görün sizə nə verir? Məsələ sizə doymuş məhlul üzərindən məsələni qurub. Şərti doymuş məhlul üzərindən verir. Şərt deyir ki, 700 qram doymuş məhlulu biz 100 dərəcədən 60 dərəcəyə soyutsaq neçə qram çökmə olar? Sən buradan məhlul hissəni alırsan və baxırsan, sənə 700 qram doymuş məhlulu 60 dərəcədə mi verib, yoxsa 100 dərəcədə mi verib? Oxuyuruq. 700 qram doymuş mis-2 sulfat məhlulu 100 dərəcədən. Deməli, bu 100 dərəcədir. 100 dərəcədəki məhlulun kütləsini alırsan, bunun altına yazsan 1400 qram və çökmə deyir. Həll olunan maddə hissəsi buradır. 280-400. Yəni, bu mis-2 sulfat 100 dərəcə Selsidə 400 qram həll olur qrafikə görə. 60 dərəcədə isə 280 həll olur. Biz bunu 100-dən 60-a qədər soyutsaq, 4 çıxı 280, 120 qram çökmə olur. Yəni, 1400 qram məhluldan 120 qram çökmə olur, 700 qram məhluldan x qram çökmə olur. Bu da 60 qram eləyəcək. Cavab da D variantı. 16-cı suala baxırıq. Təzyiq, atmosfer, temperatur, həll olma, oksigen qazın suda həll olma şəraiti verilmişdir. N1. Qazların həll olmasında məsələ nə idi? Temperatur artdıqda azalır. Təzyiq artdıqda artır. Burada baxırıq. Nəyə baxırıq? Atmosfer, təzyiqlər artıb. Təzyiqlər artıb təbii ki. İndi birinci və ikinci temperaturlara baxın. Birinci və ikincidə, N1 və N2 həll olmalıdır. Temperatur eynidirsə, deməli bunlar sadəcə təzyiqə görə baxacaq. Təzyiqə görə baxanda ikinci halın təzyiqi birinci haldan çoxdur, deməli N2 N1-dən böyükdür. Və üçüncü halda temperatur azalıb. Temperatur azalanda qazın həll olması artır. Üstəgəl üçüncü halda təzyiq də artıb. Təzyiqin artması da daha da bir artıracağına görə N3 həll olma ən böyük olacaq. Və yaxud belə sadə bir şey deyək
Götür bunu 2-yə vursaq, 80 eləsə, buranın da 6 fikirləşsə, eyni temperaturda təzyiqi böyük olan həll olması da böyük olacaq. 23. 23-cü sual. Baxın mənə, burada yaxşı suallar var. Heyf ki, geniş vaxt yoxdur ki, götürüb hamısını həll edəyəsən. Sadəcə hansı suallar verilibsə, məcburam onlara baxın. Deməli, 23-cü sualda maddənin həll olma əmsalının temperaturda asılı qrafiki verilmişdir. 50 dərəcə Selsidə 1 və 2 məhlullara uyğun olan hansı nisbətdə qarışdırmaq lazımdır ki, 25%li məhlul alınsın. 50 dərəcə Selsidə 1 və 2-ci məhlullara hansı nisbət? Aha. Biz 50 dərəcədə şərtin hökmən deməliyikmi? Bu 25%li bildik. Məsələn, bu rəqəmlərlə işləyəcək, cavabda çıxacaq. Amma 50 dərəcə məsələsi var. Burada 20 dərəcədə birinci məhlulumuz var. 250-dir KH-ı. Yəqin ki, o eyni maddənin də. Bəli, eyni maddənin. 50 dərəcədə bunu biz 50 dərəcəyə gətirsək, bunun həll olması da 1000 olacaqdır. Yəni, orada 2 dənə fərqli məhlul olmayacaq. Baxın, bunlar necə bir şey nəzərdə tutublar çox böyük ehtimal. Birinci məhlulun omegası, sulu məhlullarda KH bölünsün 1000 plus KH vurulsun 100 kimi. Məsələn, 250 bölünsün 1250 bərabər olur 20%li. Bu 20%li məhluldur. İkinci məhlul üçün eyni şey omeganı KH bölünsün 1000 plus KH ise 1000 bölünsün 2000 eləyir. Vurulsun 100. Bu da 50% edir. Və sonrası xaçla 20%li ilə 50%li qarışdırsaq, hansı nisbətdə qarışdırsaq 25 eləyər. 25, diaqonal üzrə üçün 5, 5-in 1-ə nisbətdə. Sadəcə məsələ odur ki, 1 və 2-ci məhlula uyğun olan hansı nisbətdə qarışdırmaq lazımdır? 25%li məhlul alınsın. Yəqin ki, bu məhlul 50 dərəcəyə gələndə artıq doymuş olmayacaq. Onu qoyaq qırağa. Yəni, doymuşluğu vacib deyil. Elə bu qramı versəydi daha yaxşı olardı. Fərqli qramlar versəydi daha yaxşı olardı. Oradan işləmək daha rahat olardı. Daha bir şübhə qalmazdı. Bilirsiniz, KH verməklə bizə bir məhlul vermiş olmur. KH verməklə bizə bir maddənin maksimum həll olmasını göstərir. Və bir məhlul da verməyib, məhlulların faizindən danışmağı biraz yersiz olur. Bəli, biz burada faiz tapdıq. Bunun 20 dərəcədə hər hansı bir doymuş məhlulun faizini tapdıq. Amma konkret məhlul olmadan bu məsələni həll etmək biraz mənə absurd kimi göründü. 24-cü suala baxaq. Məsələn, burada görürsünüz, bir KH qrafikdə verib. Konkret bir 300 qram bir məhlul da var artıq burada. Bu var. Gəlin baxaq. X-in həll olma əmsalının temperaturda asılı qrafiki verilmişdir. X-in 50 dərəcədə hazırlanmış 50 dərəcədə. 300 qram doymuş məhlulu 20 dərəcəyə qədər soyutduqda 50 qram duz çökür. A-nı müəyyən edin. Baxın, qrafikdən biz çıxan nəticələri bayaq da qeyd elədik. İstəyirsiniz bir də onu eləyək. 50 dərəcədə 1000 qram suda A qram həll olma var. Doymuş məhlulda 1000 plus A-dır. 20 dərəcədə 1000 qram suda 250 qram həll olma var. Bu da 1250 qram məhluldur. Doymuş məhlul. İndi şərt nə deyir? 300 qram doymuş məhlulu biz 50-dən 20-yə qədər soyutduqda 50 qram duz çöktü. Mən də qrafikə görə deyirəm ki,
Bu 50 dərəcəyə görə verilməmişdi. 50 dərəcəyə görə doymuş məhlul 1000 plus A olanda çökmədə A minus 250 olur. Buradan bununla bu getsə, burada 1, 5, 6 qalar. 1000 plus A bərabərdir. 6A çıxılsın 1500. Bu 1000 də. 5A bərabərdir. Deyəsən biraz 2500. A da bərabərdir 500 eləyəcək. Daha rahat bir yolla da eləmək olardı bəlkə də. 300 qram doymuş məhlulda 50 qram dud çökürsə, belə fikirləşək. 300 qram ikinci bir yolda doymuş məhluldan 50 qram dud çökürsə, deməli 250 qram 20 dərəcədə 250 qram doymuş məhlul qalır. Biz bunu da belə eləyə bilərik. Baxın, belə eləyə bilərik. Bu 20 dərəcə standartımız var da. 20 dərəcədə 1000 qram suda KH-a görə 250 qram həll olma, 1250 qram doymuş məhlul. Gəlin belə eləyək. 250 qram. Bu hissə yoxdur. Bu hissəni götür. Bu hissənin standartından istifadə eləyəcəm. Yəni 1000 qram suda 20 dərəcədə 250 qram həll olan maddə var və məhlul özü də 1250 qramdır. İndi 20 dərəcədə şərtə görə qalan 300-dən 50 çıxanda 250 qram məhlulum qaldı. Bəs bunlar nə qədərdir? Neçə dəfə azalma varsa, o qədər azaldıram hər şeyi. 1250-ni 250-yə böldükdə 5 edir. 5 dəfə azal. Bura 50 qram həll olan, su da 200 qram. Deməli 250 qram o 300 qramdan geriyə qalan 250 qram doymuş məhlulun içində 50 qram həll olan maddə var. 200 qram su var. Və bu da 300 qram doymuş məhluldan gəlib. 300-dən 250-yə gəldikdə 50 qram çökmə var imiş. Deməli 300 qram məhlulun özü içində 200 qram su var imiş. Su dəyişmir də, duz çöküb. 50 qram duz çökmüşdü, 50 də qalmışdı, 100 qram duz var. İndi onu da burada karşı tapsam 100 bölünsün 200. Burası 1000. Bu da 500 eləyəcək. Yəni A'nın 500 olduğunu belə də tapa bilərik. 25-ci suala baxırıq. Müəyyən temperaturda X duzunun həll olma əmsalı 250 qram bölü litrdir. Həll olma əmsalını görən kimi artıq ağlınızda belə bir sxemi qurun. Deməli, 1000 qram suda 250 qram həll olan var. Və doymuş məhlulda 1250-dir. İndi bunun hansı hissəsi versə orada istifadə edə bilər. Həmin temperaturda 200 qram 10%li məhlulu doymuş hala gətirmək üçün verilənlərin hansını həyata keçirmək olar? Bizim də var 200 qram 10%li məhlul. Yəni burada var 20 qram həll olan 180 qram su. Bəli. Deyir, məhlula əlavə 25 qram duz əlavə etmək. Məhlula 25 qram duz əlavə eləsək, plus 25 qram duz əlavə eləsək. Olacaq 45 qram duz. Götürək, 45 KH hesablayaq. 45 bölünsün 180. Burası 1000. KH 250-ni alsa, deməli olacaq. Bu deyəndir. Və yaxud burada duz su nisbətinə baxa bilərik KH-ın qiymətinə görə. 4-ün 1-ə. Burada duz su nisbəti 180 böl 45. 4-ün 1-ə eləyir mi? Bəli, eləyir. Deməli, bu məhlul doymuş məhlul. Və yaxud 45-i bölürük 180-ə. Vururuq 1000-ə. 250 eləyir. Eləyir, bəli. Deməli, doymuş məhlul. Birinci halda məhlul doymuş olacaq. Məhlula 100 qram 25%li X məhlulu əlavə etmək. Burada 100 qram 25%li duz əlavə etmək, məhlul əlavə etmək, 25 qram duz, 75 qram su əlavə etməkdir. Bizim öz məhlulumuz nə qədər idi? 200 qram 10%li. Burada 20 qram duz, 180 qram su var idi. 25 qram duz əlavə eləsək, toplam duz 45 qram duz olacaq. Su isə 180, üstə yensin 75. 255 qram su olacaq. Amma bu 1-4 nisbəti verməyəcək. Mən demişəm ki, buradan hesablamışam ki,
məhlulun da duz-su nisbəti 1/4 olduqda və ya suyun duza nisbəti 4/1 olduqda doymuş məhlul olacaq. Amma bu 255/45 təqribən 5.7/1-dir. Məhlul doymuş deyil, olmayacaq. Məhlula 200 qram 30%li X məhlulu əlavə edib qarışdırmaq. Görək elə. Bu nə qədər əlavə olunur? Nə əlavə olunur? 200 qram 30% məhlula, 60 qram duz, 140 qram su əlavə etməkdir. Toplam duz olacaq. İkisinin cəmi 80. Su olacaq. 140 üstə 180. 320. Aha, baxın, burada duz-su nisbəti 1/4'dür. Yəni, bu da doymuşdur. Məhlulda suyun yarısını çıxarmaq. Bu məhluldan suyun yarısını çıxarsaq, duz 20, su 90 qalacaq. Bu yenə də 1/4 nisbəti deyil. 4/5, 1-in 4/5-ə nisbətidir. Yenə də su çoxdur, doymuş deyil. Cavab 1 və 3 B variantı olacaq. 29-cu sual qaldı burada. Köhnə topluluğa bu sualın cavabını səhv vermişdilər. İndi bilmirəm nə. Yəni, demin güvən toplusunda. Maddənin suda həll olmasının temperaturun asılıq qrafikinə doğru ifadələri müəyyən. Z-in həll olması endotermik prosesdir. Fikir verin. Temperatur artdıqca Z-in həll olması azalır. Temperatur artdıqca həll olma azalırsa, bu deməli eksotermik prosesdir. Temperatur artanda eksotermik proses zəifləyir, əksinə yönəlir. Həm də ki, bu qazdır. Qazların həll olması eksotermik olur. 20 dərəcədə həll olması daha yüksək Y-dir. 20 dərəcədən qalxırıq. Ən yüksəkdə kim kəsdi? X kəsdi. Səhvdir. 40 dərəcədə Y və Z-in həll olmaları eynidir. Bəli, eynidir. X adi şərtdə qaz halındadır. X-in həll olması temperaturu artdıqca artır. Bu qaz ola bilməz. Qazlarda azalır. X və Y-in həll olmasına təzyiq təsir eləmir. Bəli, bunlar hər ikisi temperatur artdıqca həll olması artır. Bunlar bərk maddə ola bilərlər. Ona görə də bunlara təsir etməyəcək. Etmir deyir. 3 və 5 doğru cavabdır. Bu da sonuncu sualın izahı idi. Sağ olun, hələlik.